Bismillah. İyun ayının pul maqnitləri. Bu bürclər zirvəyə qalxır. İyun ayı maliyyə baxımından çox güclü enerjilər gətirir və bəzi bürclər sözün əsl mənasında pul maqnitinə çevrilir. Ulduzların düzülüşünə görə bu ay qazanc, fürsət və yüksəliş dövrü olacaq. İyunun pul maqnitləri. Buğa. İyun buğalar üçün qızıl aydır. Uzun müddətdir çəkdiyin zəhmətin qarşılığını nəhayət alırsan. Yeni gəlir mənbələri, əlavə qazanc və uğurlu investisiyalar gündəmdədir. Xüsusilə ayın ortasından sonra pul axını güclənir. Qız bürcü üçün ağıllı qərarlar böyük qazanc gətirəcək. İşdə yüksəliş, maaş artımı və yeni müqavilələr mümkündür. Planlı hərəkətə getdikcə pul səni tapacaq. Oğlaq. Oğlaqlar üçün iyun zirvəyə qalxış ayıdır. Karyerada sıçrayış, biznesdə genişlənmə və gözlənilməz qazanc ehtimalı yüksəkdir. Risk etdiyin mövzularda belə şans sənin tərəfində olacaq. Əqrəb. Əqrəblər üçün qızıl fürsətlər açılır. Gözləmədiyin yerdən gəlir, borcların bağlanması və maliyyə rahatlığı mümkündür. İntuisiya səni doğru pula aparacaq. Pula yaxınlaşan bürclər, şirlər üçün uğur qapıları açılır, amma səbir lazımdır. Doğru vaxtda addım atsalar böyük qazanc qaçılmazdır. Dolçalar üçün yeni ideyalar pul gətirəcək. Texnologiya, onlayn işlər və yaradıcı sahələrdə uğur gözlənilir. Diqqətli olmalı bürclər, əkizlər. Pul gəlir, amma xərclər də artır. Plansızlıq qazancı azalda bilər. Ox atan. Riskli qərarlar itkiyə səbəb ola bilər. Daha çox düşünmək lazımdır. İyunun ən varlanacaq bürcləri buğa, oğlaq, qız, əqrəb. Bu bürclər iyun ayında sözün əsl mənasında zirvəyə qalxacaq və maliyyə baxımından güclənəcək.